Salam əziz dostlar. Mən keçən səfər dua barəsində bir video çəkmişdim. O video anlaşılmazlıq, bəziləri düz anlamamışdı onu. Mənim hədəfim dua ilə mübarizə deyil, dua eləməyin qarşısını almaq deyil. Məsələn, Allah Qur'an-ı Kərimdə Furqan surəsinin 77-ci ayəsində buyurur ki: "Qul ma ya'ba'u bikum Rabbi laula duaukum." De, əgər ibadətiniz, duanız olmasa, Rəbbimin yanında nə qədir qiymətiniz olar. Yəni, dua o qədər əhəmiyyətlidir. Dua eləmək çox tapşırılıb. Hətta tapşırılıb ki, süfrəvizin duzunu da Allahdan istəyin. Bu, başqa bir mövzudur. Mənim hədəfim bu idi ki, insanlara deməsinlər ki, dua eləyin, hacətiniz dərhal veriləcək. Mənim məqsədim budur bunu deməkdə. Yoxsa Allah Taala hər kəsin duasını qəbul edir, məsləhət bildiyi vaxtı verir, məsləhət bilmədiyi vaxtı vermir, gec də verə bilər, tez də verə bilər, o Allahın işidir, onu biz qarışa bilmərik bu məsələyə. Amma mənim hədəfim budur ki, deyim ki, insanlara dərhal hacətiniz veriləcək deməyin, hədəfim budur. Yoxsa ki, dua eləmək bizim din muxul ibadə, əd-dua muxul ibadə, dua ibadətin məğzidir. Dualar olmasa insanların Allahla rabitəsi kəsilər. Həm də Allah Taala, əgər sən dua eləyirsənsə, deməli Allah Taala sənə izin verib. Allah Taala sənin dua eləməyin üçün şərait yaradıb ki, sən dua eləyirsən. Mütləq sənin duan qəbul olacaq. Amma verilməsi, hacətin verilməsi, istəyin verilməsi isə bu artıq Allahın iradəsinə bağlıdır. Sağ olun.